Danışır Mahaçqala, axşamınız xeyir olsun, hörmətli dinləyicilər. Dağıstan Radiosu ilə Azərbaycan dilində verilişə başlayaraq mikrofon qarşısında jurnalist Zöhrə Musayeva, rejissor pultu arxasında Mina xanım Mamayeva. May ayının 18-i Rus klassiki Maksim Gorkinin 20-ci əsrin Homeri adlandırdığı Dağıstanın xalq şairi Süleyman Stalskinin anadan olduğu gündür. Bu ərəfədə Respublika rəhbəri Ramazan Abdulətipov Mahaçqalada Radov bulvarında şairin xatirəsini əbədiləşdirən abidə önünə gül çiçək dəstələri qoyub. Süleyman Stalski öz Dağıstan və Rusiya xalqının ruhunu təmsil edə bilmiş şəxsiyyətdir. O zaman ölkədə cərəyan edən kəndlilərin azadlığı prosesini səmimi qəbul etmiş şair, poeziya aləmində ləzgi və Azərbaycan dillərində qoşduğu şeirləri ilə tanınıb. O, maraqlı yaradıcılıq yolu keçmiş müdrik insandır deyə Respublika rəhbəri vurğulayıb. Stal Süleymanın ad günü may ayının 18-də adətən Dağıstan poeziyası günü qeyd olunur. Süleyman Stalski 1868-ci il Aşağı Stal kəndində yoxsul kəndli ailəsində anadan olub. 1905-ci ildə digər aşıqlarla deyişmədə ilk şeirini söyləyib. İnqilabdan əvvəlki yaradıcılığı mollalar, hakimlər kimi köhnə dövrü qamçılayan əsərləri ilə yadda qalan olub. Əsərlərində o öz xalqı adından çıxış edərək çar məmurlarını, kənd xudaları ifşa edirdi. Oktyabr inqilabından sonra Məhv ol, Köhnə Dünya, Fəhlə, 21 yanvar, Leninin ölümündən sonra kimi şeir mahnıları ilə daha geniş məşhurluq tapdı. 1934-cü ildə ona Dağıstanın xalq şairi fəxri adı verilir. 1936-cı ildə isə şair Lenin ordeni ilə təltif olunur. Süleyman Stal yaradıcılığının baş qəhrəmanı xalqdır. Doğma dil xalqın əbədiyyət simvoludur. Mahaçqalada rekonstruksiyadan sonra Trud stadionu ərazisində universal idman zalı açılıb. Açılış mərasimində Respublika rəhbəri Ramazan Abdulətipov iştirak edib. İnşaat işlərinə ötən payız aylarında başlanmışdı. İdman zalı 322 nəfər üçün nəzərdə tutulmuş teleskopik tribuna idmançılar üçün gərəkli müasir avadanlıqla tam təmin olunub. Fəxri qırmızı lenti Respublika rəhbəri və Dağıstanın Bədən Tərbiyəsi və İdman naziri kəsib. Açılış çərçivəsində voleybol üzrə Dağıstan yığma komandasının təltifatı mərasimi keçib. Respublika rəhbəri idmançılara münasibətdə nitq söyləyib. Mahaçqalada müxtəlif tədris formalarının inkişaf perspektivlərinin müzakirəsi zamanı qeyd olunub ki, əlavə təhsil hər bir uşaq üçün əliyetər olmalıdır. Respublika Xalq Yığıncağının Təhsil, Elm və Mədəniyyət üzrə komitəsində bu ətrafda müzakirələr aparılıb. Komitə sədri Abdulhəlim Mahaçev qeyd edib ki, əlavə təhsil sistemi yaxın illərdə nəzərə çarpacaq dərəcədə modernizasiyaya məruz qalacaq ki, nəticədə hər bir uşaq idmanda, mədəniyyətdə, dəqiq və humanitar elm sahələrində öz istedadını inkişaf etdirmək imkanı qazanacaq. Müxtəlif dərnək, seksiya, internet kursları və video dərslərə baş çəkən uşaqların sayı artmaqdadır. Bununla belə qeyri-dövlət əlavə təhsil sistemi fəal inkişafa calanıb ki, bu da investisiyaların cəlbinə təsir göstərir. Eyni zamanda ölkənin müxtəlif regionlarında maarifləndirmə əliyetərliyi və keyfiyyəti ilə fərqlənir. Qeyd olundu ki, yaxın 4 ilə Respublikada təhsilin inkişafı dövlət proqramının qəbulu müvafiq məkanda bir çox problemlərin həllinə imkan yaradacaq. Mahaçqalada Dağıstan Dövlət Universiteti binasında informasiya hüququ və informasiya təhlükəsizliyi problemlərinə həsr olunmuş ilk Ümumrusiya elmi praktiki konfransı keçib. Tədbirdə iştiraka ölkənin icra hakimiyyətinin, Respublikanın Rabitə və Telekommunikasiyalar Nazirliyinin, elmi dairələrin nümayəndələri, tələbələr dəvət olunmuşdu. Eləcə də Moskva və Saratovdan ekspertlər təşrif buyurub. Cari mövzunun aktuallığı çox sayda alimlərin və ictimai xadimlərin diqqətini cəlb edir. Təşkilatçıların fikrincə informasiya məkanı öz inkişafında yeni istiqamətləri əhatə etməkdədir. Görüşün yekunları üzrə Dağıstanın İnkişafı Korporasiyası, Rusiyanın İntellektual Fərdiyyət Korporasiyası və Dağıstan Dövlət Universiteti arasında bu tədris müəssisəsi bazasında Dağıstan Zehni Fərdiyyət Mərkəzinin təşkili barədə razılıq imzalanıb. Mahaçqalada Avtomobil Yolları İnstitutunun binasında Azərbaycan Respublikasından gəlmiş mütəxəssislərin iştirakı ilə beynəlxalq elmi praktiki konfrans keçib. Tədbir iştirakçıları Avtomobil Yolları İnstitutunun tələbələri ilə ünsiyyətdə olmuş və onları maraqlandıran suallara cavab vermişlər. Əlavə bilik və təcrübənin əldə edilməsi məqsədi ilə hər iki respublikanın nəqliyyatçıları gələcək əməkdaşlığı, hətta tələbə mübadiləsini planlaşdırır. Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimi Hacı Babayev bizi elm birləşdirir, müxtəlif nəqliyyat
nəqliyyat sahələri mövcuddur, kiminin isə dəniz nəqliyyatı inkişaf tapır, kiminin avtomobil yolları, ancaq bizi birləşdirən elmdir. Elm isə gələcəyimizdir. Dağıstanda müvafiq sahədə əldə olunmuş nailiyyətlər bizi çox sevindirir, deyib. Tələbələrlə görüşdən sonra konferans iştirakçıları seksiyalar üzrə plenar müşavirə keçirib ki, burada nəqliyyat sisteminin inkişafına dair müxtəlif problemlər müzakirə olunub. Dərbənd yubiley astanasındadır. Şəhərdə bayrama hazırlıq işləri geniş vüsət alıb. Yalnız Dərbəndin yerli strukturları hazırlıqla məşğul deyil. Mahaçqalada Rəsul Həmzəyatov adına Milli Kitabxana binasında Dərbənd tarix və müasirlik mövzusunda elmi-praktiki konferans keçib. Tarixçilər, arxeoloqlar, Mədəniyyət Nazirliyinin nümayəndələri abidə ərazisində tətbiq olunan layihələr ətrafında məlumat verib. Burada geniş miqyaslı qazıntı və diyarşünaslıq işləri nəzərdə tutulur. Beynəlxalq Muzeylər Günü Dərbəndin Qoruq Muzeyində Dağıstanın xalq sənətləri sərgi yarmarkası keçib. Narınqala istehkamında təşkil edilmiş tədbirə çox sayda qonaqlar təşrif buyurmuşdu. Qədim el sənətləri nümunələri qədim qalanın memarlıq ansamblı ilə həmahəngidir. Hər rayonun sənətkarları ayrılıqda təşkil edilmiş meydanlarda öz əl işlərini təqdim edib. Yerli teatrların artistləri isə öz çıxışları ilə tədbirə yaraşıq verib. Dərbənd Qoruq Muzeyinin direktoru bildirib ki, hər il may ayının 18-i Beynəlxalq Muzeylər Günü bütün nümayiş obyektlərinə təmənnasız giriş təmin ediləcək. Dağıstan Rusiya cənubunun turist zonalarından biri kimi tanınır. Yaxın gələcəkdə Respublika büdcəsinə yalnız turizmdən hər il 6 milyard rubl vəsaitin daxil olacağı gözlənilir. Eyni zamanda Dağıstanda son illər gedişində gizli terrorçularla hüquq mühafizə orqanları arasında əsl müharibə gedir. Bəllidir ki, turizm terrorizmlə heç cür ayaq tuta bilməz. Bir qədər məlumat dairəsini genişləndirsək, hələ 1990-cı ilə Dağıstanda turist rekreasyon kompleksli güclü potensial yaradılmışdı. 1992-ci ildə turist sistemində və sağlamlaşdırma müəssisələrində 42 min istirahət yeri təmin edilmişdi. İlk növbədə Qayakənd, Kaspий, Talgi sanatoriyalarına, həmkarlar ittifaqlarının turist bazalarına, çox sayda idarələr nəzdində olan pioner təşkilatlarına istirahətə gəlirdilər. Bu, kənardan gələn turistlərin sayını 300 minədək çatdırırdı. Dağıstanlılarla birgə bu rəqəm 500 min təşkil edirdi. Yenidən qurma dövründə də məhz bu sahənin inkişafına ümid bəslənirdi. Mütəxəssislər Dağıstanın rekreasyon imkanlarının genişlənəcəyinə və məhz bu sahəyə investorların maraq göstərəcəyinə əmin idilər. Ələl-xüsus türklər Dağıstan sanatoriyasının inşasına müəyyən vəsait buraxdılar və onun 250 yerlik təminatına nail oldular. Bugünə Dağıstan sanatoriyası Respublika ərazisində ən iri və tanınmış istirahət ocaqlarından biridir və o, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə məxsusdur. Bir sıra başqa investisiya planları da yenidən qurma illərində işlənib hazırlanırdı. Təəssüflər olsun ki, vəziyyət sonradan kəskin surətdə dəyişdi. Sovet İttifaqı süquta uğradı, Rusiyanın iqtisadi imkanları aşağı indi, Qafqaz isə qaynar nöqtəyə çevrildi. İslahatlar dövründə turist rekreasiya kompleksi tam dağıntılara uğradı. Dağıstanda artıq təşkili turizm öz inkişafını dayandırdı. Baxımsız qalan bir sıra obyektlər dağıldı. Qonşu Çeçen Respublikasında baş alan müharibə, terror aktları, insan oğurluğu, kütləvi işsizlik halları turist axınını dayandırdı. Mütəxəssislərin fikrincə, müasir Rusiya turist sahəsində böhran dövrünü çoxdan ötüb keçib. Dağıstana turistlərin yenidən cəlb edilməsi üçün geniş imkanlar mövcuddur. Respublika ərazisində 6 mindən artıq tarixi, memarlıq və təbiət abidələri mövcuddur. Hazırda 2000 illiyinin bayram edilməsinə hazırlaşdığımız Dəmirqapı, Dərbənd və Narınqala istehkamı Şimali Qafqaz Respublikalarında UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş yeganə tarixi abidələr sayılır. Dağıstanda Xəzər dənizinin qumlu sahil boyu zolağı 500 kilometr ərazini əhatə edir. Əlbəttə ki, bu da çox sayda vəsait sərf etmədən gözəl çimərliklərin təşkilinə imkan yaradır. Respublikamızda çimərlik mövsümü yay aylarında dəniz suyunun temperaturu 21 dərəcə olmaqla 150 gün təşkil edir. İldə 100 günəşli gün müəyyən edilib. Respublikanın mineral mənbələri müalicə tərkibli palçığı boldur. Bugünə onların 300-ü məlumdur. Yerli fərdi biznesdə ilk başlanğıcda turizmin
dəstəkləyəcəyini amili kimi çıxış edir. Burada mehmanxana, sanatoriya, restoran və kafelər nəzərdə tutulur. Onların 70%-i müasir tipli obyektlərdir. Əlavə edək ki, hazırda turist rekreasiya mahiyyətli köhnə obyektlərdə rekonstruksiya işləri aparılır. Müasir obyektlər inşa olunur. Çelyabinskdə taekvondo üzrə keçmiş dünya birinciliyində Dağıstanlı Radik İsayev Azərbaycan yığma komandasına qızıl medal gətirib. Turnir may ayının 19-da başa çatacaq. Axtı rayonunun Uxul kəndində anadan olmuş Radik İsayev artıq 3 ildir ki, Azərbaycan komandası tərkibində yarışlarda iştirak edir. O, 87 kiloqramadək çəki kateqoriyasında taekvondo üzrə dünya çempionu adını qazanıb. Siz xəbərlər buraxılışını dinlədiniz.